Gecə saat 1-dir. Bostanda sizə bir şey göstərmək istəyirəm ki, heç kim heç kəsin malına əl vurmur. İndi gəlin göstərim. Yəqin qismət olsa sabah da çəkib göstərəcəm. Yolda belə bir maşın park eləyib. Bagajı da belə nədənsə açıq qalıb. Yəqin ki, yadından çıxıb ya da məsələmiz açıq qalmağı deyil. Məsələmiz odur ki, səhərə qədər orada qalacaq və ona heç kəs toxunmayacaq. Bir problem ola bilər, yəni nəsə bir iş ola bilər, gətirib o maşını elə qoyarlar. Kiminsə əl izadı qalar, yəni insan ağlı. İki də ki, həqiqətən ona fikir vermirlər, fikirləşirlər ki, mənim nəyimə lazımdır. Elə öz yolumu gedim, biri də mən gerim evə yatmağa. Sabah oradan keçəndə yenə də çəkib göstərəcəm. Saat 11, ancaq evdən çıxa bildik. Gəlin həmin maşını göstərim sizə. Dünən gecədən belə də qalan o maşın hələ də heç kəs dəyməyib. Bilirdim ki, dəyməyəcəklər, ona görə rahatlıqla videoda çəkdim. Bu da Boston. Təhlükəsiz, heç kəsin işinə qarışmır. Niyə belə eləmirsən, nə geyinmirsən, nə yemirsən, nə içmirsən. Hamı öz həyatını yaşayır. Gördün qıraqdan keç. Özünüzdən müğayət olun, kanalda abunə olmağı unutmayın. Hələlik.